Lövhəyə yazdığım sözlər hansı sözdən yaranmışdır? Öncə cavabınızı yazıb daha sonra videoya baxa bilərsiniz və ondan da qabağına erirsən, bir dənə tık edirsən səhifəni izləyirsən, getdik. Bismillah. Baxın, belə suallarda heç vaxt məntiqlə yanaşmırsan. Quruyur, qurudursan, yoxsa yaş quru olur, qurudursan. Belə şeyin üzərində mübahisə eləsək, bu uzun-uzadı gərək danışaq. Burada konkret bir qayda var. Sözün kökünədə quru, bunu bildik. Baxıram, dərhal ona artıran şəkilciyə. Çünki kök iki variantda düşünülə bilər axı. Həm qurumaq ola bilər, həm quru sifəti ola bilər. Bunun üçün nə edirəm? T şəkilcisi nəyə artırılır? Oxutmaq, başlatmaq, yaşatmaq, hər birində nəyə artırılır? Feylə. Deməli, T ancaq feylə artırılır. Və mən artıq bu sözün kökünə quru sifəti deyə bilmərəm. Nə oldu? Feyl. Sonra gəldim bura, ağrıtmaq. Ağrı var, ona görə ağrıdıb, düşünə bilərəm isim kimi, amma yox, yenə həmin qaydanı tətbiq edirəm. T şəkilçisi nəyə artırılırdı? Feillərə. Deməli, ağrıtmaq sözünün kökü də nədir? Ağrımaq feilidir. Artıq burada hər hansı bir mübahisə yeri yoxdur. Həm blok, həm də buraxış imtahanında bu tip suallara mütləq şəkildə yer verirlər. Bu arada bizim həm mətn qruplarımız, həm də sıfırdan başlayan oktyabr qruplarımız dərslərə başlayacaq. İnşallah qoşulma olsun 055 597 01 51 yaza bilərsiniz. Hələlik, sağ olun.